Bakıda əyləc borusu partlayan avtobus qəza etdi. Air xəbər məlumat verir ki, 18 mart səhər saatlarında Bas Trans MMC-yə məxsus 99 LR 158 dövlət qeydiyyat nişanlı 183 sayılı marşrut xətti ilə hərəkət edən avtobusun əyləc borusu partlayıb. Görüntülər sosial şəbəkələrdə dərhal sürətlə yayılıb. Hadisə baş verərkən avtobus Gəncə prospektindən 8 noyabr prospekti istiqamətinə hərəkətdə olub. Əyləc borusu partlayan avtobusun sürücüsü özünü itirməyib. Dərhal avtobusu yolun sağındakı səkiyə çıxardıb. Daha sonra sürücü avtobusu divara vursa da yol üzü aşağı eniş olduğu üçün avtobus dayanmayıb. Gəncə prospekti və 8 noyabr prospektlərinin kəsişməsində svetofora çatan avtobus xoşbəxtlikdən yaşıl işığa düşüb və avtobusu sağa döndərə bilib. Xoşbəxtlikdən yol ayrıcında heç bir maşına və piyadaya zərər vurmayıb. Yoluna davam edən sürücü nəhayət 8 noyabr prospektində avtobusu yolun sağında hasara vuraraq saxlaya bilib. Xoşbəxtlikdən həmin vaxt avtobusda sərnişin olmayıb. Sürücü ilə söhbət apararkən ən məqbul variantın bu olduğunu dilə gətirib. Nəticədə bir yol nişanı, bir neçə ağac və divarların fasad örtüyünə müəyyən qədər ziyan dəyib. Sürücünün sayıqlığı yarana biləcək faciəvi qəzanın qarşısını alıb. Hazırda şəhərimizdə istismar müddəti 15 ili keçən avtobuslar belə fəaliyyət göstərir. İctimai nəqliyyatın qiymətinin 50 qəpiyə qədər qaldırılmasına baxmayaraq, hələ də bəzi marşrut xəttlərində texniki vəziyyəti nasaz olan avtobuslar fəaliyyət göstərir. İli köhnə avtobuslarda isə bu cür hadisələrin olması qaçılmazdır. Ümid edirik ki, yaxın zamanlarda şəhərimizdə bütün avtobuslar yeniləri ilə əvəz olunacaq. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.